deyirsiniz ki, müəllim, bu boyda əzbərləmək olar. Tangesin kosinusu, tangesin sinusu, kosinusun tangesi, kosinusun sinusu. Onlar da elə deyir, gör nə qədərdir. Məsələn, yazıb bunu, sual şərəsi qoyub, deyir ki, bunu tapın. Necə taparıq? Bax, tərs trigonometrik funksiyanın tapılmasının ən rahat, ən gözəl qaydası nə olar sizdə? Düzbucaqlı, üçbucaq. Düzbucaqlı, üçbucağına biz bunları çox asan tapa bilərik. Bax, deyəcəm bilərsiniz, görün nə asan. Uşaqlar, gəlin bir dənə, bax, bunu axırda alacaq. Düşünürük ki, bunu bilmirik. Sadəcə buraya yazmışam ki, görə eyni şey. Düz alabilir ya yox, həqiqətən düz alınır ya yox. Baxın, uşaqlar, bax, bir dənə düzbucaqlı, üçbucaq səhvdir. Düzdür. Uşaqlar, bax, burayla işim yoxdur. Burayla işim yoxdur. Baxıram birinci bura. Arc kosinus x. Yəni, kosinus alfa bərabərdir x. Axı biz dedik, tərs trigonometrik funksiyada, məsələn də, deyirdim kosinus alfa bərabərdir 2-də 1-dirsə. Mən alfanı tapanda nə yazırdım? Yazırdım ki, arc kosinus 2-də 1. Bu da neçə dərəcə eləyirdi? 30. Düzdür mü? Bax, bu məntiq o deməkdir. Bax, kosinus x yazıbsa, bura arc kosinus x yazıbsa, bu o deməkdir ki, uşaqlar, kosinus alfa bərabər imiş nəyə? X-ə. Bax, düzbucaqlı üçbucağın gəlin xassəsini xatırlayaq düzbucaqda trigonometriyanın. Nə idi uşaqlar? Bu bucağa bir alfa desəm, sinus alfa nəyə nisbət edir? Qoşu katetin nəyə? Hipotenuz. Bəs kosinus? Ay sağ ol. Uşaqlar, bax, bu bucağa kosinus desəm, daha doğrusu alfa desəm. Kosinus alfa bitişik katetin hipotenuza nisbət olmalıdır. Amma nə olmalıdır cavab? İndi nə yaza bilərik? Sizə belə bir şey yazsaq olar? İkisi birə bölsəm nə alaram? 2. Deməli, kosinus alfa x bölək 1 olsa, x olar. Uşaqlar, onda bax, bitişik katetin bura x demişəmsə, hipotenuza 1 demişəmsə, qarşı kateti tapa bilərəm, tap orada. Taparam. Onda kök altda 1 çıxılsın x'in kvadratı. Rahatsız dediyiminə. Düzdür. Başa düşdük də buranı. Bax, bir də təkrar edirəm. Tərs trigonometrik funksiyadır. Deməli, kosinus alfası x'dir. Kosinus alfa x'ə bərabərdirsə, kosinus alfa nədir? Bitişik kateti nəyə nisbəti? Ay sağ ol. X'i almaq istəyirəmsə bir qaydam var da, x'i nəyə bölərəm? 1-ə. Başqa cürdə düşünərik, uzun gedir axı, bilmərik onu. Demək, buraya yazdım 2x, buraya yazdım 1. 1 olduğum başa düşdüksə, buranı tapa bilərik də. Uşaqlar, bax, bura bizə kömək elədi ki, üçbucağı quraq. Bununla işimiz bitdi. Kosinus, arc kosinus x nə adlandı? Alfa. Onu belə yazıram. Bərabərdir. Tangens alfa. Arc kosinus x alfa deyildi. Bu yox oldu da. Bu kömək elədi, üçbucağı tapdıq. İndi məndən nə istəyir? Tangens alfa.